Photoshopda növbəti mövzu Layer Styles, layer stilləri. Baxaq görək Layer Styles nədir? Dizayner onu gündəlik iş həyatında necə istifadə edə bilər? Tutaq ki, bir düz bucağımız var və bütün bu eksperimentləri, buradakı yazılar sizə qorxulu gələ bilər. Birazdan hamısı tam aydın olacaq. Bütün bu eksperimentləri elə bu düz bucağın üzərində addım-addım aparaq. Hər hansı layerin layer stylını görmək üçün layerin subname'ın üzərində yox, adının üzərində yox, sağ tərəfində 2 dəfə tıklamaq lazımdır ki, layer style pəncərəsi açılsın. Escape-i basıb bu pəncərədən çıxıram. Niyə burada? Çünki daha əvvəlki dərslərdən bilirdik, bir vektordirsə əgər. Burada 2 dəfə tıklamaq onu color picker-ə aparacaq. Yəni biz gedib vektorun rəngini dəyişəcəyik. Escape-i basıb çıxıram. Adın üzərində 2 dəfə tıklamaq redaktör rejiminə keçirir. Amma kənarda 2 dəfə tıklamaq isə istənilən layerdə bizi layer style aparır. Siyahı üzrə qabaqcanda təyin elədiyimiz bir siyahı var. Elə buradakı bu siyahı bizim bu siyahı ilə üst-üstə düşür. Siyahı üzrə bu funksiyalarla tanış olaq. Bəlkə də bizim bu Photoshop dərsləri seriyasında ilk dəfədir ki, hər bölməyə, hər mövzuya az da olsa vaxt ayıracaq. Çünki yerinə görə hər biri praktikada istifadə oluna bilər, işə yaraya bilər. Bevel Emboss'un üzərində tıkladıq, check mark qoyuldu və avtomatik həmin funksiya, həmin effekt layerə tətbiq olundu. Real zamanda burada etdiyiniz dəyişiklikləri layerdə görmək istəyirsinizsə, diqqətli olmaq lazımdır ki, preview bölməsi aktiv olsun. Əks halda görürsünüz, heç bir dəyişiklik layerin üzərində öz əksini tapmayacaq. Preview'nu yandırdıq. Verdiyiniz effektlər bəzən burada hiss olunmasa da, həmişə bu balaca preview'a da diqqət yetirmək lazımdır. Bəzən effekti burada bəlkə görmək daha asan olur. Bevel Emboss yalançı geydirmə, üç ölçülü effekt vermək üçün düşünülmüş, nəzərdə tutulmuş daha doğrusu bir effektdir. Sanki obyektə bir qabarıqlıq verir. O da ancaq nəyin hesabına? Gəlin bunu söndürək. Əslində dediyim kimi buradansa bəlkə burada daha yaxşı görünür. Hal-hazırda bizim 4 bucaqlımız, kvadratımız daha doğrusu hamardır. Amma Bevel Emboss'u aktivləşdirdiyimiz anda işığın və kölgənin hesabına sanki bir həcm yaranır və bizim beynimizə bir yalançı informasiya, mesaj göndərir ki, bu qabarıqdır, amma əsla elə deyil. Yekunda yenə də biz hamar 2 ölçülü obyektlə işləmiş oluruq. Bevel Emboss aktiv olduğu anda sağ tərəfdə, yəni nəinki Bevel Emboss istənilən funksiyanı aktivləşdirdiyimiz anda, əgər doğrudan da həmin bölmə seçilidirsə, təkcə aktivləşmək kifayət deyil, sağ tərəfdə onun parametrləri gəlir. Hər birinin üzərindən detallı keçib vaxt aparmaq istəməzdim. Sürətlə vacib olan funksiyalara baxaq. Depth dərinlik, yəni nə qədər bizim bu effektimiz hiss olunacaq. Yenə də soldansa bura daha çox fokuslanmaq kifayətdir. Fokuslansaq daha doğrusu bəlkə də fərqi daha çox hiss eləyərik. Yəni effekt uzun sözün qısası nə qədər çox hiss olunsun. Ortada təxmini bir yerdə qoyaq. Növbəti çünki bölmə var ki, ölçü. Bunu təyin eləyəndən sonra əslində həmin effektin dərinliyi, gücü biraz daha yaxşı hiss olunacaq. Yəni neçə piksel bu effekt obyektin daxilinə doğru getsin. Yəni ölçünü artırsaq, piksel sayı burada artdıqca, yəni effektin obyektin daxilinə doğru sanki hərəkət etməsi görüntüsü də artacaq. Əslində indiki halda burdansa, yəni effekti burada görsək daha yaxşı olar. Bizim bu effektin nə dərəcədə kəskin və ya yumşaq olmağını təyin edən parametr isə budur, soften. Yəni əgər bu üç ölçülü, yalancı dırnaq arası psevdo üç ölçülü görüntünün konturlarını görmək istəyiriksə, o zaman sıfırda saxlamaq, daha yumşaq eləmək istəyiriksə, bunu artırmaq da olar. Əslində bu kəskinliyi biz başqa bir formada da tənzimləyə bilirik. Texnik olaraq hal-hazırda smooth'dadır, yəni yumuşaq üç ölçülü effekt verməklə məşğuluq. Biz bunu məsəl üçün chisel harda dəyişsək, bu effekt daha sərt olacaq. Yerinə görə bu da işimizə yaraya bilər. Hələlik cari parametrlərsə elə orada da saxlayaq. Başqa bizə burada maraqlı ola biləcək funksiyalardan biri də bu. Yəni işığın hardan düşüb kölgənin harda əmələ gələcəyini biz bax buradan angle parametri ilə təyin edirik. Yəni məsəl üçün işıq soldan düşsün, avtomatik işıq soldan düşür. Obyektimizin sol hissəsi işıqlıdır, sağ tərəfi kölgəlidir və bunun hesabına yalançı üç ölçülü effekt alınır. Bucağı dəyişib, işığın daha yaxından düşdüyünü təyin eləyib, daha sanki təpə nöqtədən düşdüyünü təyin eləyib, kölgənin və ya işığın xarakterini də dəyişə bilərik.
Adobe'çılar bizə burada bəzi hazır şablonlar, presetlər verib ki, bəlkə də ondan da istifadə eləyib daha tez nəticə əldə edə bilərik. İşığın bəzən yerinə görə biz rəngini təyin edə bilərik. Məsəl üçün ağ rəngdə deyilsə, bir qırmızı işıq almaq lazımdırsa, təbii ki, onu daha açıq-aşkar hiss elətdirməklə o zaman rəngini də dəyişə bilərik. Əgər belə bir fikrimiz yoxsa, bu təqdirdə elə ağ rəngdə qalması da kifayətdir. Açıq-aşkar hiss olunmasını istəmirsinizsə effektin, o zaman opacity-ni artırıb və ya azalda bilərsiniz. Təbii ki, istəmiriksə azalda bilərik. Və kölgəni də təyin edən hissə, daha doğrusu rəng budur. Multiply rejimdədir, qara rəngdədir. Məsəl üçün yenə də qırmızının timsalına baxaq. Tünd qırmızı olsun və 100%-ə dəyişək. Burada tikli qara deyil də daha çox bordo tonlarda bir kölgə əmələ gələcək. Biz onu boz rəngin üzərində daha yaxşı görmüş olarıq. Yəni heç bir rəng üslubu stilizasiyası vermək istəmirsə, o zaman qarada da qala bilər. Bevel Emboss'a aid olan 2 dənə bölmə var. Contour və Texture. Yəni sanki bizim 3 ölçülü obyektin, doğrudan bu 3 ölçülü obyektdir və real həyatda 3 ölçülü obyektlər çox nadir hallarda ideal hamar olur. Onun üzərində hansısa bir səliqəsizliklər, müəyyən bir teksturalar olur. Biz o teksturanı belə təyin edə bilərik. Detallarına getmədən ən son bu bölməni, pattern bölməsini biz sinə keçəndə görmüşdük ki, bizim burada siyahıda fərqli təbiətlə bağlı görüntülər var. Bəlkə bundan istifadə edib, onun parametrlərinə müdaxilə edib, bəlkə fərqli görüntüdə bu effekti ala bilərik. Kontura gələndə isə ümumi bu görüntünün konturlarını hazır şablonlarla təyin edə bilirik. Əgər işləyiriksə də, çox vaxt biz elə Bevel Emboss'u aktivləşdirib onunla da kifayətlənirik. Bizim o Bevel Emboss'umuz bu. Başqa burada nəyisə bir dəqiqə toxunuş eləmək istəmirəm. Okeyləyək. Əgər biz istənilən bir effekti verdiksə, avtomatik layerin yanında FX deyilən bir təsvir yaranır. Bu bir, ikincisi isə həmin layerin aşağı hissəsində əlavə bir bölmə yaranır, peyda olur. Hansı ki, hansı effekti vermişiksə, o effekti biz buradan görə bilərik. Və ya tənzimləyə bilərik. Ümumiyyətlə, heç bir effekt olmasın. Bizim baxmayaraq ki, effektimiz yerindədir, sanki həmin effekti sadəcə gizlətmiş olduq və ya geri qaytara bilərik. Bir neçə dənə effekt olsa da, hamısı burada siyah şəkildə görünəcək. Ümumiyyətlə, heç bir effektə ehtiyac yoxdur. Sadəcə eksperiment tapardınız və ləğv eləmək istəyirsiniz. O zaman bu effekti dartıb zibil qabının üstünə buraxsaq və ya sağ düyməyə basıb delete eləsək, avtomatik həmin effekt buradan yığışmış olacaq. Geri qaytaraq və davam edək. Effekt mövzusuna davam edək. Elə bu düzbucaqlının üzərində eksperimentləri aparacağımıza görə Shift Option'u basıb saxlayıb bir düz xətt üzrə, Shift bir düz xətt üzrə move-a hərəkət elətdirməyə cavabdehdir. Shift Option deyirəm, Option macOS-dədir. Alt Shift hərəkət elətdirməklə Windows-da obyektin bir düz xətt üzrə duplikatını çıxartmış oldum, kopyalamış oldum. Hər ikisini bağlayaq. Buradakı oxla biz həmin effektlərin siyahısını aça bilirik və ya bağlaya bilirik. Kompakt olması üçün mən bunu bağladım. Və baxaq görək stroke bizdə hansı işi görəcək. Gəlin bunun adını qoyaq elə Bevel, bunun da adını qoyaq Stroke. Və sürətlə davam edək. Beveli söndürək hələlik ki, fikrimiz ona getməsin. 2 dəfə tıklayıram, yenə girirəm içəri. Beveli söndürürəm. Hansı effekti buradan söndürsək, o effekt öz təsirini göstərməyəcək. Gəlirik Stroke-a. Stroke bildiyimiz bir piksel layerinin, daha doğrusu bir layerin ətrafına kontur vermək üçün istifadə edə biləcəyimiz bir funksiyadır. Biz əslində bir shape çəkib onun kənarına kontur verə bilirdik, amma bu isə istənilən layerə aiddir. Yəni bu bir vektor obyekt ola bilər, mətn də ola bilər, hətta piksel obyekt ola bilər. Yəni bir adam kəsmisiniz, istəyirsiniz ki, onun kənarında kontur olsun. Məsələn, orada istifadə edə bilərsiniz. Stroke aktivləşdi. Cəmi 1 piksel qalınlıq olduğuna görə heç nə görmək olmur. Gəlin bu stroku qalınlaşdıraq və rəngi də verək, tutaq ki, ağ rəng, daha steril görünsün bizim düzbucaqlımız. Okeyləyək. Inside, yəni stroku biz qalınlaşdırdıqca ancaq daxilə doğru o qalınlıq arta gedəcək. Biz bunu kənara doğru eləyə bilərik və ya hər iki tərəf eləyə bilərik. Center. Yəni mən artırdıqca yarısı çölə, yarısı içəri doğru böyüyərək, belə deyək ki, inkişaf eləyəcək. Stroke'un, konturun qalınlığı. Rəngi dəyişə bilərik və biz buna gradient verə bilərik və biz buna pattern belə təyin eləyə bilərik. Ümumi bu praktikada yəqin ki, biz
bəlkə də 90-95% hallarda adi düz xəttdən, bəzən də gradient, nadir hallarda isə pattern verməklə məşğul oluruq. Bu bizim strokumuz. Gəlin bu iyrənc görüntünü yığışdıraq. Pattern əvəzinə solid color saxlayaq və rəngini də eləyək ağ rəngdən. Okay. Burada bir şey də qeyd edeyim. Bir stili rahatlıqla başqa bir obyekti daşıya bilərik. Məsəl üçün götürək tutaq ki, bu dəfə bir üçbucaq olsun. Yeni bir layerdə üçbucaq çəkək. Və mən istərdim ki, eyni effekt burada tətbiq olunsun. Stroke layerimin FX-in üstünə sağ düyməni basaq. Copy layer style, layer stilini kopyalayırıq. Gəlirik üçbucağa, sağ düymə, paste layer style dediyimiz anda buradakı effekt bura kopyalanır. 3 saat sağ düymə ilə mücadilə eləmək istəmirsinizsə, Alt-ı basıb saxlayıb, Windows-da, macOS-da isə Option-ı basıb saxlayıb, bu effekti bura darta bilərsiniz. Buradakı effekt bura kopyalanmış olacaq. Yox, sadəcə buradakı effekti buna daşımaq istəyirsinizsə, orijinalda saxlamamaq şərti ilə, sadəcə mouse'la dartıb bura buraxmağınız kifayət edəcək. Ctrl-Z ilə geri qaytaraq və bu üçbucaqdan da xilas olaq. Bizim BBL Emboss və Stroke aktiv oldu və biz davam edəyək. Biz gəlin elə bunun kopyasını çıxardaq. Yenə də Shift Alt ilə hərəkət elətdirdim. Stroke-u yığışdıraq, adını da qoyaq Inner Shadow. Yəni daxilə doğru shadow. Daxilə doğru kölgə. 2 dəfə yenə tıklayırıq, daxil olduq. Stroke-u yığışdıra bilərik. Əla. Daxilə doğru kölgə. Bəzən hansısa bir səthin içində sanki bir taxta masanın içinə düşünün ki, bir usta oyuq yaradıb hansısa bir vizual effekt vermək üçün. Bunu biz Photoshopda imitasiya eləmək üçün Inner Shadow'dan istifadə edəcəyik. Yəni sanki düşünün, mavi tonlu bir səth var, masa var və üzərində də bir balaca oyulmuş düzbucaqlı görüntüdə bir boşluq yaratmaq lazımdır. Inner Shadow'u aktivləşdirdik. Daxilə doğru kölgə düşdü. İşığımız yuxarı sol tərəfdən düşür. Ona görə daxildə də kölgə işığın çatmadığı yuxarı sol tərəfdə əmələ gəlir. Fikir versəz, sağ tərəfdə, sağ aşağı hissədə hər şey tərtəmizdir, çünki işıq ora düşür. Mən yəqin ki, distance-ı artırmalıyam ki, siz bunu açıq-aşkar görə biləsiniz. Opacity kölgənin nə qədər tünd, nə qədər açıq, rəng isə həmin kölgənin rəngini təyin edəcək. Boz rəng üzərində bu daha yaxşı görünür. Tündləşdirsəm, hətta göyün üzərində belə biz həmin bu qırmızı rəngi görə bilirik. Ümumiyyətlə biz Blend Mode-da darken rejimlərlə tanış olanda kölgələri yadınızdadırsa, orada Multiply ya da Linear bölümündə qoymuşduq. Və əgər ilk dəfə Layer Styles-a daxil olmusunuzsa, burada da kölgəyə cavabdeh olan bir neçə funksiya olacaq ki, onların hər birində rejimin Multiply-da olduğunu görəcəksiniz. Yəni, qırmızı rəng göyün üzərinə gəlib, toplanıb, tündləşdirib və belə bir göy qırmızı qarşılıqlı bir bordo rəng əmələ gəlib. Ona görə qırmızı verəndə buradakı kimi parlaq qırmızı deyil, daha tünd qırmızı əldə eləmiş oluruq. Və qaytaraq elə öz cari halına olsun qara rəngdə. Başqa distance, əsas burada distance-a və tutaq ki, size-a müdaxilə eləmək olar. Kölgə nə dərəcədə yumşaq, nə dərəcədə sərt olsun. Size yumşaqlığa təsir edirsə, distance obyektin sanki obyekt nə qədər səthdən yuxarı qalxırsa, kölgə də o dərəcədə dərinliklərdə əmələ gəlir. Ona görə ancaq bu iki parametrə müdaxilə eləmək bəs eləyər. Inner Shadow ilə bağlı böyük ehtimal ki, bu, yəni işığın istiqamətini dəyişdiyimiz anda da kölgə də buna müvafiq formada öz istiqamətini dəyişəcək. Hələlik ki, bu şəkildə saxlayaq. 3 dənə effektdən sonra, layer stilindən sonra indiki halda görüntümüz təxminən bu şəkildə. Gəlin duplikatını yenə də çıxardaq. Shift ilə bir yerdə, Shift Alt ilə bir yerdə çəkək kənara doğru. Inner Glow. Bizim kölgədən fərqli olaraq bu dəfə daxildə işıq yaranmalıdır. Necə, gəlin baxaq. 2 dəfə tıklayıb daxil oluruq içəri. Cancel eləyək, növbəti effekti izah etməmişdən qabaq bunları söndürək, bizə mane olmasın və çəkək kənara. Ekranı tam görmək üçün də gəlin probeli basıb saxlayıb artboardu biraz sağa hərəkət elətdirək ki, Layer Style pəncərəsi ilə obyektlərimiz bir-birinə mane olmasın. Shadow'u söndürürəm və Inner Glow-nu yandırıram. Daxilə doğru işıqlama. Bunu biz harada istifadə edə bilərik? Məsəl üçün bir neon effekt almaq istəyirsəm, sanki obyekt daxilə doğru hər tərəfdən işıqlanır. Elə neon lampa, yəni nümunəsi böyük ehtimal ki, ən uğurlu nümunə ola bilər. Inner Glow çox da dəyişiklik hiss eləmədi, amma buradakı görüntüdən o hiss olunur. Belə bir flat, hamar, boz rəngli kvadrat.
kənarları neon effekti tərzində işıqlanıb. Əslində bizdə bu mavinin üzərində də o işıqlanma var, amma nə qədər tünd olarsa o işığı biz daha aşkar görərik. Bəlkə də ona görə də burada çox da hiss olunmur. İşıq rejimlərində isə bayaq izah etdim, grində daha çox görəcəksiniz bizim layer modları. Tamam, opacity-ni artırsaq və biz ölçünü artırsaq əslində işıq effektini burada da hiss eləmiş olarıq. Noise daha çox küylü görüntü, işıq effekti yaratmaq üçün olan bir bölmədir. Ehtiyac varsa müdaxilə etmək olar. Biz rəngi yerinə görə dəyişə bilərik burada. Amma sırf işıq effektindən söhbət gedirsə, ağ rəngli verməyimiz yəqin ki daha yaxşı olar. Ümumi burada bilməli olduğumuz bu, yəni ki, işıq effektinin məsafəsinə, ölçüsünə və gücünə, şəffaflığına müdaxilə edə bilirik. Ehtiyac varsa da fərqli şablonlardan, presetlərdən də istifadə etmək olar ya da ki, cari hala bunu qaytara bilərik. Bizim inner glow ilə bağlı hələlik ki, bilməli olduğumuz bu. Eyni qaydada bunu da sürüşdürək, adını qoyaq SATI-nə satan. Və bu bizim Atlas effekti sanki. Baxa görə nə dərəcədə Atlas effekti yaradır, inner glow-nu söndürək və bunu da yandıraq. Əslində həmin bu effekti bilmək üçün böyük ehtimal ki, bizə biraz da Bevel Emboss-un köməyə lazım gələcək. Sanki bir həcm yaransın və o həcmin üzərində də biz parça, bir qırış effekti görə bilərik. Bevel Emboss-u biraz daha yumuşaq eləyək. Baxa görə doğrudan da o effekt alınacaq yoxsa yox. Bizim burada fərqli şablonları yoxlaya bilərik. Baxa görə hər şablon özünü necə apara bilir. Biz burada distance, məsafə ilə oynaya bilərik. Biz burada ölçü ilə hərəkət edə bilərik, ölçüyə müdaxilə edə bilərik. Yenə də işığın düşməsinə görə bu atlas parça effekti, təəssüratı dəyişə bilər. Və ehtiyac varsa da təbii ki, rənglərin üzərində də oynamaq olar. Ki, göy rəngin biraz daha tündünü versək, tikli, qara görüntü əvəzinə biraz daha tikli olmayan səliqəli effekt yaranmış olar. Biz bundan əvvəlkilərdə effekt verib sonra söndürürdük. Əgər layerə hansısa bir effekt verdisə, söndürmüşsə sonradan onu, yenə də o heç hara getmir və bu açılan siyahıda həmin effektləri görmüş olursunuz. Bizim ən son verdiyimizdə isə iki effekt var idi. Bevel Emboss və onun da üzərində Satin və hər ikisinin də aktiv olduğunu, yəni hal-hazırda göründüyünü bu şəkildə görmüş oluruq. Birinci hissə layer style ilə bağlı dərsimiz bu. Kifayət qədər geniş mövzu olduğu üçün gəlin onu iki hissəyə ayıraq, iki hissəyə bölək. Layer style'ı təkmilləşdirmək üçün elə bu şəkildə eyni bu qaydada hər bölmənin üzərindən keçib eksperimentlər aparın. Eksperimenti sevən, yəni götürüb oradakı o parametrləri oynatmağı sevən bir mövzudur. Yəni burada hansısa etalon şablon verməkdənsə daha çox hansı məqamlara toxunmaq olar və nələrə müdaxilə edə bilərik ki, nəticədə hansı görüntülər alaq. Daha çox biraz bax bunu göstərmək istədik. Siz də eyni qaydada bunu praktikadan keçirin. O vaxta qədərsə biz keçək layer style'ın ikinci hissəsinə, çünki mövzu genişdir.